Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib. Pravoslav təqviminə əsasən İsa Peyğəmbərin doğulduğu gün 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər. Əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrət İsa'nın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əminamanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub. Rus Pravoslav Kilsəsi böyük 12 bayramdan biri olan İsa Məsihin miladını qeyd edir. Bu gün münasibəti ilə mən icmamız adından bütün pravoslav xristianlarını müqəddəs və şanlı Milad bayramı münasibəti ilə təbrik etmək istəyirəm. İsa Məsih dünyaya nur, xilas və ümid gətirərək doğulub. Mən burada, Gəncə şəhərində yaşayan hər bir kəsi İsa Məsihin nurlu Milad bayramı münasibəti ilə təbrik etmək istərdim. Onların ailələrinə nurlu gələcək, dinclik, sülh, əminamanlıq və cansağlığı arzulayıram. Ən əsası isə odur ki, ölkəmizdə hər zaman sülh və firavanlıq hökm sürsün. Bugün Patriarx Kirillin, Prezidentimiz İlham Əliyevin və Bakı və Azərbaycan yeparxiyasının rəhbəri Yepiskop Aleksinin təbrikləri oxundu. Bayramınız mübarək əzizlərim. 2026-cı il İsa Məsihin miladı münasibəti ilə hamınızı təbrik edirəm. С праздником все вас, дорогие мои, с Рождеством Христовым 2026 года. Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə İsa Məsihin Vifleym şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda 100-dən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər. Пришла вот сюда на праздник в церковь. Kilsəyə bayrama gəlmişəm. Hamınıza uğurlar. Siyasətdə və iqtisadiyyatda sabitlik, sülh, sağlamlıq, arzularınızın çin olmasını və hər şeyin ən yaxşısını arzulayıram. Axşam gecə ibadəti olur, sonra səhər kilsəyə gəlirik. Ən vacibi isə bu günlərdə xeyirxah işlər görmək, Allahı xatırlamaqdır. В эти дни совершать добрые дела. Burada gəlmişəm, yandırdıq, dua elədik. Bütün arzular, duaları Allah qəbul eləsin. Milad bayramımız bir də təbrik edirik. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski adına Rus Pravoslav kilsəsi isə 1887-ci ildə inşa edilib. Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə yaşayır.